Salam, bugün mən sizə coğrafiya test toplusu 2025-ci il 1-ci hissə səhifə 54-də ki, məsələlərin izahını qeyd edəcəyəm. Digər məsələlərin izahını YouTube-a yükləmişəm. Kanala abunə olub həmən məsələlərin izahına baxa bilərsiniz. Məsələ 66-ya baxaq. Başlanğıc meridiandan birinci müşahidəçi 90 dərəcəlik azimutla 60 dərəcə, ikinci müşahidəçi 270 dərəcəlik azimutla 75 dərəcə yol getdi. Müşahidəçilərin çatdığı məntəqələrin yerləşdikləri saat qurşaqlarını və onlar arasındakı qurşaq vaxt fərqini müəyyən edin. Biz bilirik ki, yer kürəsi öz oxu ətrafında tam dövrəni 1 sutkaya 360 dərəcə dönür. Yəni 24 saat qurşağı mövcuddur. Başlanğıc meridianından, yəni 0-cı saat qurşağından, həmçinin 24-cü saat qurşağından başlayaraq 180 dərəcəlik meridiana qədər qalan hissələr, yəni 12-ci saat qurşağına qədər olan ərazilər şərq yarımkürəsi, yəni məntəqələr şərq yarımkürəsində yerləşir. Artıq 180 dərəcəni keçiriksə, deməli biz qərb yarımkürəsinə keçmiş oluruq. Və hər bir qurşaq 1 saat 15 dərəcədən keçir. Yəni 15 dərəcə dönməsi üçün 1 saat vaxt lazımdır. 1-ci saat qurşağının, 0-cı saat qurşağının, 24-cü saat qurşağının sərhədləri qərb və şərq sərhədləri 7,5 dərəcə qərb uzunluğu, 7,5 dərəcə şərq uzunluğu. 1-ci saat qurşağının sərhədləri 7,5 dərəcə şərq uzunluğu, 22,5 dərəcə şərq uzunluğu. Beləliklə 12-ci saat qurşağına qədər və ondan sonra da qərb yarımkürəsinə keçirik və sonunda 24-cü saat qurşağına çatmış oluruq. Məsələ həllərində daha geniş izahlarını verəcəyəm. Və məsələ 66-da deyir ki, birinci müşahidəçi 90 dərəcəlik azimutla başlanğıc meridianı. Başlanğıc meridianı 0-cı meridian, Greenwich meridianından 90 dərəcəlik azimut, yəni şərqə doğru biz 60 dərəcə hərəkət edirik. Və bir də qərbə doğru 270 dərəcəlik azimut, yəni qərbə doğru 75 dərəcə hərəkət edirik. Və müşahidəçinin çatdığı məntəqələrin saat qurşaqları harda yerləşir? Saat qurşaqlarını tapmaq lazımdır. Onlar arasında və onlar arasındakı qurşaq vaxtın fərqini müəyyən edin deyir. Dərəcələr müxtəlif yarımkürələrdə yerləşir. 60 dərəcə şərq uzunluğu, 75 dərəcə qərb uzunluğu, topladıqda 135 dərəcə, çünki ikisi də müxtəlif yarımkürələrdə yerləşir. Və 135 dərəcəni biz saata çeviririk. Bayaq qeyd etdiyim kimi 15 dərəcə dönməsi üçün 1 saat vaxt lazımdırsa 135 dərəcə x. Buradan tapırıq 9 saatı. Aralarında qurşaq vaxtı fərqi 9 saat edər. Hansı saat qurşaqlarında yerləşir? 75 dərəcə qərb uzunluğu deyirsə, qərb yarımkürəsində yerləşir məntəqə və 75-i 15-ə böləndə 5 və qərb yarımkürəsində yerləşdiyi üçün biz 24-dən 5-i çıxırıq, tapırıq 19. Deməli 19-cu saat qurşağında yerləşir. Məntəqənin biri, ikinci məntəqə isə şərq yarımkürəsində yerləşir və 60-ı 15-ə böləndə 4. 4-cü saat qurşağında yerləşər. Məsələ 67-yə baxaq. Bakıda 1 yanvar yerli vaxtla saat 3:20-dir. Və bu zaman 50 dərəcə qərb uzunluğunda həmin gün və yerli vaxtla saat neçədir? Bakıda saat 3:20-dirsə, digər məntəqə 50 dərəcə qərb uzunluğunda yerləşirsə, aralarında dərəcə fərqi 100 dərəcədir. Müxtəlif yarımkürələrdə yerləşir, toplayırıq 100 dərəcə. 100 dərəcəni də saata çeviririk. 100-ü 15-ə bölüb, qalıqda rəqəmi dəqiqəyə çeviririk, dərəcəni, yəni 6 saat 40 dəqiqə.
Deməli aralarında saat fərqi 6 saat 40 dəqiqə edər. Və günü soruşur. 1 yanvar hansı gündədir qeyd edir. Gün və saatı soruşur. Və biz bir sutkamız 24 saat olduğunu bilirik. Saat fərqi də 6 saat 40 dəqiqədir iki məntəqə arasında. Bir məntəqə şərq yarımkürəsində, digər məntəqə qərb yarımkürəsində yerləşir. Ona görə də biz 24:00-dan 6:40-ı çıxırıq. 23:60, 6:40 tapırıq 17:20. 17:20-ni üzərinə 3:20-ni gəlirik və tapırıq 20:40-ı. Və ayın tarixi də əgər 50 dərəcə şərq uzunluğunda 1 yanvardırsa, 50 dərəcə qərb uzunluğunda hələ 31 dekabrdır və saat 20:40-dır. Məsələ 68-ə baxaq. Bakının Qurşaq və yerli vaxtları arasındakı fərqi müəyyən edin. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Ona görə də 50-ni 15-ə bölüb tapırıq 3, qalıq da 5. 5-i də dəqiqəyə çeviririk, 20 dəqiqə. 3 saat 20 dəqiqə. Bakı 3-cü saat qurşağında yerləşir. Fikir verək, 3-cü saat qurşağının sərhədləri 37,5 dərəcə şərq uzunluğu, 52,5 dərəcə şərq uzunluğu arasında qalan bütün məntəqələrdə qurşaq vaxtı eynidir. Yəni, bütün məntəqələr 3-cü saat qurşağında yerləşir. Ona görə də yerli vaxtı 3 saat 20 dəqiqə, çıxırıq qurşaq vaxtı, tapırıq 20 dəqiqə. Deməli, qurşaq və yerli vaxtı, demək ki, yerli vaxtlar arasındakı fərq 20 dəqiqə olar. Məsələ 70-ə baxaq. Məsələ 70-ə. Şimal yarımkürəsində Şimal yarımkürəsində 2-ci saat qurşağının orta meridianından 40 dərəcəlik paralel boyu. 2-ci saat qurşağının orta meridianı 30 dərəcə, demək, yəni 45 dərəcə, 30 dərəcə şərq uzunluğu olar. 2-ci saat qurşağının orta meridianı. Və 30 dərəcə şərq uzunluğu və 40 dərəcəlik paraleldə biz bilirik ki, demək, paralel çevrələrin dərəcələri və 1 dərəcəlik qövsün uzunluğu verilmişdir. Ekvatordan başlayaraq 90 dərəcəlik paralelə qədər, yəni şimal coğrafi qütbünə və cənub coğrafi qütbünə qədər 1 dərəcəlik qövsün uzunluğu, misal üçün Bakı yerləşir 40-cı paraleldə, 1 dərəcəlik qövsün uzunluğu 85,4 kilometrdir. Və yaxud da ki 20 dərəcəlik paraleldə 1 dərəcəlik qövsün uzunluğu 104,6 kilometrdir və s. Yəni, demək, qeyd edir ki, demək, müşahidə şimal yarımkürəsində qeyd edir. Şimal yarımkürəsində 2-ci saat qurşağının orta meridianından 40-cı paralel boyu 270 dərəcəlik azimutla 8540 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Məntəqə yerləşdi 30 dərəcə şərq uzunluğunda. Bunu qeyd etdik. Və 40-cı paraleldə yerləşir, şimal yarımkürəsində yerləşir. Sonra qeyd edir ki, 270 dərəcəlik azimutla. Yəni, qərbə doğru hərəkət edirik. 8540 kilometr. 1 dərəcəlik qövsün uzunluğu 85,4 km, 8540 km, x buradan tapırıq 100 dərəcə. Deməli, biz 30 dərəcə şərq uzunluğundan 100 dərəcə qərbə doğru hərəkət edirik və çatdığımız məntəqə 70 dərəcə qərb uzunluğu olar. Deməli, məntəqənin coğrafi koordinatları olar 40 dərəcə şimal enliyi, 70 dərəcə qərb uzunluğu. Məsələ 71-ə baxaq. Bu da eyni tipli məsələdir. Şimal yarımkürəsində, şimal yarımkürəsi genə qeyd edir, şimal yarımkürəsində 22-ci saat qurşağının orta meridianından 22-ci saat qurşağının orta meridianı 30 dərəcə qərb uzunluğudur. Burada qeyd olunur.
demək orta meridianından 40 dərəcəlik paralel boyu 90 dərəcəlik azimutla, yəni şərqə doğru 8540 kilometr məsafədə yerləşən məntəqənin coğrafi koordinatlarını müəyyən edin. Yenə də 22-ci saat qurşağını çeviririk. Yəni 22 saat çeviririk. Burada 15'e vurub tapırıq 330. 180 dərəcəni keçiriksə 360-dan 330 çıxırıq və 30 dərəcə qərb uzunluğu. Deməli məntəqə 22-ci saat qurşağının orta meridianı 30 dərəcə qərb uzunluğunda yerləşir və demək biz 90 dərəcəlik azimutla 8540 kilometr hərəkət edirik şərqə doğru və yenə də tənasibi qurub tapırıq 100 dərəcə. Yəni 100 dərəcə biz şərqə doğru hərəkət ediriksə çatırıq 70 dərəcə şərq uzunluğuna çatmış oluruq və məntəqənin coğrafi koordinatları olur 40 dərəcə şimal enliyi və 70 dərəcə şərq uzunluğu. Məsələ 72-yə baxaq. Xəritə sxemdə verilmiş A məntəqəsində məntəqəyə baxaq. Baxın burada meridianlar üçün B məntəqəsi 20 dərəcə qərb uzunluğunda yerləşir. Bu başlanğıc meridianıdır. A məntəqəsi 20 dərəcə şərq uzunluğunda. C məntəqəsi yerləşir 120 dərəcə şərq uzunluğunda yerləşir. Sonra baxaq, xəritə sxemdə verilmiş A məntəqəsində yerli vaxtla saat 12:00-dır. Bu vaxt müvafiq olaraq B və C məntəqələrindəki yerli vaxtı müəyyən edin. Biz əvvəlcə baxaq görək ki, A və B məntəqəsi arasında nə qədər vaxt vardır, vaxt fərqi nə qədərdir? İkisi də müxtəlif yarımkürələrdə yerləşir. B məntəqəsi 20 dərəcə qərb uzunluğu, A məntəqəsi 20 dərəcə şərq uzunluğu. Toplayanda 40 dərəcə. Və məsafə aralarında 40 dərəcədirsə və 40 dərəcəni də biz saata çeviririk. Saata çevirəndə burada qeyd etmişəm. Demək A, B, C məntəqələrinin yerləşdiyi meridianlar hansı uzunluqlarda yerləşir. Və 40 dərəcəni 15'e bölürük, tapırıq 2 saat, qalıqda 10. Onu da çeviririk dəqiqəyə 40, 2 saat 40 dəqiqə. Deməli, aralarındakı vaxt fərqi 2 saat 40 dəqiqədir. A və B məntəqələri arasında. Və əgər A məntəqəsində saat 12:00-dırsa, B məntəqəsi demək 12:00-dan saat fərqini çıxırıq, 2 saat 40'ı çıxıb, tapırıq 9:20-ni. Deməli, B məntəqəsində saat olar 9:20. C məntəqəsinə baxaq. C məntəqəsi yerləşir 120 dərəcə şərq uzunluğunda. A məntəqəsi yerləşir 20 dərəcə şərq uzunluğunda. Aralarında dərəcə fərqi 100 dərəcə. 100 dərəcəni də çevirik saata. Yenə də 6 saat, qalıqdakı rəqəmi dəqiqəyə çeviririk, 40 dəqiqə, 6 saat 40 dəqiqə. Deməli, aralarında vaxt fərqi, zaman fərqi 6 saat 40 dəqiqədir. Və ona görə də biz A məntəqəsi fikir versək, baxaq, A məntəqəsi burada yerləşirsə, C məntəqəsində artıq saata baxaq, 12:00-ın üzərinə 6:40 gəlirik, 18:40 olar. Deməli, C məntəqəsində 18:40 olar. B məntəqəsində isə saat 9:20-dir. Məsələ 73-ə baxaq. Ekvator üzərində Greenwich meridianından 90 və 270 dərəcəlik azimutla uçan təyyarələrin çıxış nöqtəsindən başlayaraq hər birinin 9990 kilometr uçduqdan sonra endikləri məntəqələrin yerləşdiyi saat qurşaqlarını müəyyən edin. Ekvator üzəri deyirsə, deməli ekvator üzəri deyirsə, bir məntəqə 90 dərəcə şərq uzunluğu, bir məntəqə də 90 dərəcə qərb uzunluğuna gedir. Və fikir versək, 1 dərəcəlik qövsün uzunluğu. Məsələ həllərində ekvator üzərindəki 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdirsə, 9990 kilometr 90 dərəcə çeviririk. Deməli,
90 dərəcə biz şərqə doğru və 90 dərəcə biz qərbə doğru hərəkət etmiş oluruq. Ona görə də bir məntəqə yerləşir 90 dərəcə şərq uzunluğu, bir məntəqədə yerləşir 90 dərəcə qərb uzunluğu. Və vaxt fərqi deyirsə, biz 90 dərəcəni çeviririk zamana, yəni vaxta çeviririk. 90-ı 15-ə bölüb tapırıq 6 saat. Və bizə qeyd edir ki, uçduqdan sonra endiklərin məntəqələrin yerləşdiyi saat qurşaqlarını istəyir. Deməli, bir məntəqə yerləşir 90 dərəcə qərb uzunluğunda. Əgər qərb yarımkürəsində yerləşirsə, biz 24-dən 6-nı çıxırıq və bir məntəqə yerləşir 18-ci saat qurşağında. Bir məntəqə isə şərq yarımkürəsində yerləşdiyi üçün olduğu kimi qalır. 6-cı saat qurşağında yerləşir. Deməli, baxın, bu məntəqə yerləşir 18-ci saat qurşağında. Bu məntəqə isə 6-cı saat qurşağında yerləşər. Məsələ 75-ə baxaq. 1-ci və 23-cü saat qurşaqlarının orta meridianları arasında ən az coğrafi uzunluq fərqi. 1-ci saat qurşağı və 23-cü saat qurşağı. 1-ci saat qurşağının orta meridianı 15 dərəcə şərq uzunluğu. 23-cü saat qurşağının orta meridianı 15 dərəcə qərb uzunluğu. Və demək, burada qeyd etmişəm, deməli, onlar arasında dərəcə fərqi, ikisi də müxtəlif yarımkürələrdə yerləşir. Toplayanda 30 dərəcə və bizdən dərəcə fərqini soruşur. Ən az uzunluq fərqini soruşur. Ən az uzunluq fərqi 30 dərəcə edər. Məsələ 77-yə baxaq. 3-cü saat qurşağının orta meridianı ilə Bakı şəhəri arasında yerli vaxt fərqini müəyyən edin. 3-cü saat qurşağının orta meridianı 45 dərəcə şərq uzunluğunda yerləşir. Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Onlar arasında dərəcə fərqi demək, 50 dərəcə şərq uzunluğu ilə 45 dərəcə şərq uzunluğu arasında dərəcə fərqi 5 dərəcə. 5 dərəcəni də saata çeviririk, dəqiqəyə çeviririk, 20 dəqiqə. Deməli, bizdə doğru cavab 20 dəqiqə edər. Ən az və ən çox, demək, 3-cü saat qurşağının orta meridianı ilə Bakının arasında yerli vaxt fərqi 20 dəqiqə edər. Burada doğru cavab C variantında düzgün verilmişdir. Burada 76-ya fikir verək. Yer kürəsinin öz oxu ətrafında 150 dərəcə dönməsi üçün nə qədər vaxt lazımdır? 1 saat dönməsi üçün 15 dərəcə vaxt, 1 saat dönməsi üçün 15 dərəcə, daha doğrusu dönməsi üçün 1 saat vaxt lazımdırsa 150 dərəcə, x buradan tapırıq. 150-ni 15-ə bölüb tapırıq 10 saat. Deməli, 10 saat vaxt lazımdır. Məsələ 79-a baxaq. A məntəqəsi 5-ci saat qurşağının orta meridianından 5-ci saat qurşağının orta meridianından 75 dərəcə şərq uzunluğunda yerləşir. Orta meridianından, deməli, 9 dərəcə şərqdə yerləşir. 9 dərəcə şərqdə yerləşirsə, deməli, 75 dərəcənin üzərinə 9-u gəlib tapırıq 84 dərəcə şərq uzunluğunda. Deməli, A məntəqəsi yerləşir 84 dərəcə şərq uzunluğunda. Və qeyd edir ki, şərqdə yerləşərsə, məntəqənin coğrafi uzunluğunu müəyyən edin və saat qurşağını müəyyən edin. Deməli, 84 dərəcə şərq uzunluğunda yerləşir. 84 dərəcənin də saat qurşağını tapmaq istəyiriksə, 84-ü 15-ə bölürük, tapırıq 5. Qalıqdakı rəqəmə fikir veririk 9, 7,5-dən böyükdür. Ona görə də üzərinə 1 gəlirik və şərq yarımkürəsində yerləşdiyi üçün olduğu kimi saxlayırıq.
Deməli 6-cı saat qurşağında yerləşər. Doğrudan da fikir verək. 84 dərəcə şərq uzunluğu yerləşir 6-cı saat qurşağında. 6-cı saat qurşağının sərhədlərinə baxaq. 82,5 dərəcə şərq uzunluğu, 97,5 dərəcə şərq uzunluğundakı bütün məntəqələr 6-cı saat qurşağında yerləşir. Məsələ 80-ə baxaq. Bakıdan 90 dərəcəlik azimutda yerləşən və Bakı ilə yerli vaxt fərqi 3 saat 40 dəqiqə olan məntəqə hansı saat qurşağında yerləşmişdir? Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Bakıdan şərq istiqamətində deyirsə 3 saat 40 dəqiqə. Biz 3 saat 40 dəqiqəni dərəcəyə çeviririk. 1 saata 15 dərəcə dönürsə 3 saat x tapırıq 45 dərəcə. Sonra 40 dəqiqəni çeviririk dərəcəyə. 1 dəqiqə dönməsi üçün 4 dəqiqə vaxt lazımdır. 40 dəqiqə x tapırıq 10 dərəcə. 45 dərəcənin üstünə 10 dərəcəni gəlib tapırıq 55 dərəcə. Deməli Bakıdan şərq istiqamətində 55 dərəcə hərəkət edirik. Çatdığımız məntəqə 105 dərəcə şərq uzunluğu olar. Və soruşur ki, hansı saat qurşağında yerləşmişdir? Və 105-i 15-ə bölüb tapırıq 7. Şərq yarımkürəsində yerləşdiyi üçün olduğu kimi saxlayırıq. Deməli 7-ci saat qurşağında yerləşmiş olar. Məsələ 82-yə baxaq. Gecənin uzunluğu gündüzdən 2 dəfə qısa olduğu halda günəşin çıxma və batma vaxtlarını müəyyən edin. Gecənin uzunluğu və gündüzün uzunluğu. Gecənin uzunluğu deyirsə, əgər gecənin uzunluğu deməli 8 saatdırsa, əgər gecənin uzunluğu 8 saatdırsa, gündüzün uzunluğu ondan 2 dəfə çoxdur. 2 dəfə çoxdur. Yəni 16 saatdır gündüzün uzunluğu. Gecənin uzunluğu 8 saatdırsa, gündüzün uzunluğu 16 saatdırsa, topladıqda bizə 24 saat verir. Yəni bir sutkamız 24 saatdan ibarətdirsə, 24 saatdan 16 saata çıxıb, yəni gündüzün uzunluğunu çıxıb, tapırıq gecənin uzunluğu. Gecənin uzunluğu olur 8 saat. Və 16 saatı 2 yerə bölürük. Demək 8 saat, 8 saat. 12:00-dan əvvəlcə 8:00-a çıxırıq. Sonra 12:00-dan 8:00 üzərinə gəlirik. Həm səhər vaxtın saatını tapırıq, həm də günəşin batma vaxtını tapırıq, axşam vaxtının saatını tapırıq. Demək səhər olur, səhər vaxtı günəş çıxır 4:00-da və günəş batır 20:00-da. Yəni axşam vaxtı günəş batır 20:00-da. 83-ə baxaq. Burada 3 saat qeyd edir ki, gecənin uzunluğu gündüzdən 3 dəfə qısa olduğu halda günəşin çıxma və batma vaxtlarını müəyyən edir. 3 dəfə qısadırsa, deməli gündüzün uzunluğu, əgər demək 6-nı 3-ə vuranda 18, gündüzün uzunluğu 18 saatdırsa, 24-dən 18-i çıxırıq, tapırıq gecənin saatı. Gecənin saatı olur 6 saatdır. Gecənin uzunluğu 6 saatdırsa, gündüzün uzunluğu 18 saatdırsa, çünki deyir gecənin uzunluğu 3 dəfə az olarsa, gündüzdən 3 dəfə az olarsa, 3 dəfə az olarsa, deməli 6 saatdır gecənin uzunluğu. 12:00-ın üzərinə gəlirik. 18-in yarısı 9 saat və bir də 12:00-dan çıxırıq 9 saata. Burada günəş batır 21:00-da, yəni axşam vaxtı olur 21:00. Səhər vaxtı da olur, yəni 12:00-dan 9-u çıxırıq. 3 saatı tapmış olur. 3:00-ı tapmış oluruq. Məsələ 84-ə baxaq. Sxemə əsasən A və B məntəqələri arasında 3416 kilometr məsafə var. Və məntəqə AB məntəqəsi yerləşir 40 dərəcəlik paraleldə.
3416 kilometr məsafə var. Bu məntəqələr arasındakı yerli vaxt fərqini müəyyən edib. Bayaqki qaydada yenə də demək 1 dərəcəlik qövsün uzunluğu demək 85,4 kilometrdirsə 3416 kilometr x buradan tapırıq 40 dərəcə. Deməli aralarında dərəcə fərqi 40 dərəcədir. 40 dərəcəni də zamana çeviririk. 40-ı 15-ə bölüb 2 qalıqda 10. Onu da dəqiqəyə çeviririk. 2 saat 40 dəqiqə edər. Deməli aralarında zaman fərqi 2 saat 40 dəqiqədir.